Azərbaycan Endoskopik Laparoskopik Cerrahlar Cəmiyyəti İctimai Birliyinin sədri, TÜKTİB Azərbaycan 2026 Beynəlxalq Konqresinin Təşkilat Komitəsinin sədri Müşfiq Həsənov. Bildiyiniz kimi 5-7 iyun 2026-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində TÜKTİB Azərbaycan və Endoforum 2026 Beynəlxalq Konqresi ölçünə başladı və çox böyük, uğurlu bir başlanğıcla Bakı şəhərində buna start verildi. Tədbirin, konqresin açılışında dövlət rəsmləri, Türkiyənin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri, millət vəkillərimiz, bir çox ölkələrdən qatılan prorektorlar, rektorlar və eyni zamanda ölkəmizdə Azərbaycan Tibb Universitetindən, Naxçıvan Dövlət Universitetindən, Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmləri konqresin açılışında iştirak edədilər. Bununla yanaşı Türkiyədən və ölkəmizdən olan bir çox tibbi cəmiyyət sədrləri və o cəmiyyətin üzvləri də bu konqresdə qatılımlarını təsdiq etdilər və açılış törəndə iştirak edədilər. Tədbirin keçirilməsində əsas məqsəd yalnız elmi, praktik təcrübələrin paylaşılması deyil, eyni zamanda təbabət qarşısında duran aktual problemlər, süni intellekt, innovativ texnologiyaların tibbə tətbiqi və gənc mütəxəssislər ilə ixtisaslaşmış tibb alimləri, bilim adamları arasında əlaqə yaratmaq, bir elmi körpü qurmaq məqsədi daşıyır. Tibb Universitetinin 3-cü Cərrahi Xəstələr Kafedrası müdürü Professor Camalov Faris. İyunun 5-7-si keçirilən Türkçəli Xalqların Konfransında bildiyimiz kimi müasir dünyada artıq texnologiya əsridir və texnologiya təbabətə də çox geniş sürətdə sirayət etdiyinə görə robotik cərrahiyyənin inkişafında robotik cihazların tətbiqi və müxtəlif sahələrdə onların inkişaf etdirilməsi üzrə bu konferansda çox geniş danışıldı. Mən düşünürəm ki, bundan sonraki təbabət artıq çox ciddi inteqrasiya eləməlidir texnologiyalara. Necə ki, texnologiya digər sahələrə inteqrasiya etdiyi kimi təbabətə də inteqrasiya edilir. Burada üstünlüklər nədən ibarətdir? Robotik cərrahiyyədə xəstələrə verilən travma az, cərrahi dəqiqlik çox, xəstələrin əməliyyatdan sonraki dövrdə stasionarda qalımı az, maddi məsrəfləri və dərman sərfiyyatı çox az olur. Bu baxımdan hesab edirəm ki, artıq müasir təbabətdə robotik cərrahiyyənin tətbiq edilməsi çox önəmlidir. Mən Sultanov G'afurjon Ne'matbekovich, Chirchiq Davlat tibbiyot universitetining rektori hisoblanıram. Mana bugun biz Azərbaycan mamlakatining Baku shahrida turcha konuşulan ülkeler tibb kongresida ishtirok etyapmiz. Bu kongres asosan nimasi bilan muhim? Birinchi navbatda Turkiy davlatlar tibbiyot sohasi olimlari, professorlari, muallimlarini bitta maydonda jam etdi va ularning ixtirolari, qilgan yangiliklari, ma'ruzalari birinchi navbatda hamkorlik, ikkinchi navbatda tajriba almashish deb o'ylayman. Agarki aynan mana shu Turkiy davlatlar tibbiyot olimlari birlashib bir-biri bilan tajriba almashsa, insoniyat faoliyati uchun juda ulkan yangiliklar, juda katta bir hissa qo'shgan bo'ladi. Va men o'ylaymanki, kelajakda bu Turkiya davlati, Azərbaycan davlati, O'zbekiston davlati, Qozog'iston, Qirg'iziston va Turkmaniston davlatining tibbiyot olimlari birgalikda hamkorliklar qiladi va tibbiyot sohasi uchun o'zlarini rivojlanishda hissalarini qo'shadi deb o'ylayman. Men Toshkent davlat tibbiyot universiteti davolash tibb fakultetini dekani professor Rizayev E'zozbek Alimjanovichman. Bugun biz katta tadbirda, ya'ni turk tilida so'zlashuvchi davlatlarni tibbiyot kongressida ko'rishar ekanmiz. Tibbiyot kongressi davomida butun turk tilida so'zlashuvchi davlatlarning eng ilg'or
shifokorlari, hakimlari bu yerga tashrif buyurdi va o'zaro bilim, ko'nikma almashinishyapti. Bu shubhasiz barcha davlatlarda amalga oshirilayotgan kam jarohatli robot meditsinasiga xos bo'lgan yangiliklarni va ilmiy amaliy ko'nikmalarni almashinish maydoni bo'ldi. O'ylaymanki, bugun bu katta ulkan konferensiyada, kongressda ishtirok etayotgan har bir shifokor, hakim o'zi uchun kerak bo'ladigan va tibbiy amaliyotda qo'llashi mumkin bo'ladigan yangi yo'llardan, tibbiy yangiliklardan va tibbiyot texnikalaridan boxabar bo'ldi. Va bugun mana shu kongressni ikkinchi kunida ekanmiz. Kongressni ishiga muvaffaqiyat tilamoqchiman va men O'zbekiston davlatidan tashrif buyurar ekanman. Bu yerda olgan yangiliklarimni, ilmiy amaliy ko'nikmalarni albatta O'zbekiston xalqiga, davlatimga ham yetkazaman va o'ylaymanki, bu yerdagi amalga oshirilayotgan barcha tadbirlar el yurt, xalq manfaati, uni salomatligi yo'lida xizmat qila oladi. Merhabalar, Doktor Emrah Akın ben, Sakarya Üniversitesi Tıp Fakültesi Genel Cerrahi Anabilim Dalı'nda doçent olarak çalışıyorum. Türkçe konuşan ülkeler kongresine önceki gün geldik. Açıkçası Bakü'ye ilk gelişim benim. Bakü hakkında çok fazla bilgim yoktu. Buradaki arkadaşlarımı tanıyorum tabii. Onlardan aldığım bilgiler dışında. Bir kere kongre çok verimli geçiyor. Gerçekten bilimsel açıdan da hem Azerbaycan'daki meslektaşlarımız, hem diğer Türkçe konuşan ülkelerdeki meslektaşlarımızla bizim burada bir araya gelmemiz hem iletişimimizi arttırıyor hem de bilgilerimizi paylaşma olanağı veriyor. Hem de sosyal anlamda aslında iki devlet, tek millet şiarını buradaki Aliyev'in, rahmetli Aliyev'in, unutulmaz Ulu Önder Aliyev'in sözünü burada gerçekten yaşamamız apayrı bir şey. Yani bunu teorik anlamda başka insanlardan duymamız ve farklı bir şey ama bunu yaşayarak görmemiz bu anlamda çok faydalı oldu. Benim için çok verimli geçiyor kongre. Umarım ilerleyen günlerde bu işbirliğimiz, bu yakınlığımız artarak her iki ülke ve meslektaşlarım arasında devam edecektir. Ev sahipliği için Azerbaycan'daki meslektaşlarımıza da ayrıca teşekkür etmeyi bir borç biliyorum. Teşekkür ederim her şey için. Azərbaycan Tibb Universitetinin Ümumi Zərarlı Kafedrasının müdiri, tibb elmləri doktoru Professor Elçin Ağayev. Deməli, bugün Azərbaycanımızın gözəl paytaxtı Bakı şəhərində Türk dilli dövlətlərin 3-cü deməli, elmi konferansı keçirildi. Təbabətin ən aktual problemlərinə həsr olmuş. Burada robotik cərrahiyyədən, abdominal cərrahiyyədən, plastik rekonstruktiv cərrahiyyədən bəhs olundu. Biz də kafedramızın uzun illər boyu məşğul olduğu anastomoz dişlər tutmazlığı problemi ilə bağlı iki kafedramızdan 2-3 elmi məruzə oldu. Bugün də mənim məruzəm dinlənildi. Böyük maraq doğurdu. Burada anastomoz dişlər tutmazlığının profilaktikası üçün, proqnozlaşdırılması üçün tərəfimizdən təklif olunan üsullar hörmətli auditoriya təklif olundu. Onda bildirim ki, bizim kafedra 90-cı ildən bu günə qədər mərhum professor Aşurov Bəhram müəllimin, böyük ustad Aşurov Bəhram müəllimin rəhbərliyi ilə bu işləri başlayıb və 90-cı ildən bu günə qədər kafedramızın əsas problem istiqamətlərindən biri bağırsaq anastomoz dişlər tutmazlığının proqnozlaşdırılması, profilaktikası, erkən diaqnostikası, bu məsələlərlə bağlı cərrahi taktikalar və onu da bildirim ki, bizim kafedranın əməkdaşları tərəfindən, bizim tərəfimizdən bu problemlərlə bağlı çox sayılı beynəlxalq patentlər alınmışdı. Bu sahədə bir sıra elmi yeniliklərimiz və kəşflərimiz var. Bununla bağlı hörmətli auditoriyanı bilgiləndirdik. Özbəkistandan, Türkiyədən, Qazaxıstandan gəlmiş alimlərimiz bu çıxışı böyük maraqla qarşıladılar. Hətta kənarda da yaxınlaşıb bəzi sorular sordular bizdən. Bizim kafedradan tibb elmləri doktoru Professor Əliyev Mübariz müəllim elmi məruzə ilə çıxış elədi. Sonra kafedramızın doçenti, tibb üzrə fəlsəfə doktoru Zülfə xanım İsmailova eyni problemlərlə bağlı elmi məruzə ilə çıxış elədi. Yəni bizim kafedradan 3 elmi məruzə bu konferansa təqdim olundu. Bu tipli konferansların tez-tez keçirilməsi olduqca əhəmiyyətlidir. Türk dilli dövlətlər arasında, Türk dilli dövlətlərin həkimləri arasında
arasında, alimlər arasında inteqrasiyanın, əlaqələrin yaranması üçün olduqca önəmlidir. Eyni zamanda elmi biliklərin paylaşması üçün, paylanması üçün vacib bir platformadır. Bu cür konqreslərin, konferansların daha çox keçirilməsinə ehtiyacımız var. Mən doktor Ramil Nadirov, ümumi cərrah olaraq Avrasiya Hospitalda işləyirəm. Türk dilli ölkələrin tibbi konqresi keçirilir. Bu konqresdə həm cərrahların, həm digər ixtisas mütəxəssislərinin bir araya gəlməsi və öz praktik vərdişlərinin burada müzakirə olunması biz cərrahlar üçün də çox önəmlidir. Biz də öz sahəmizdə təbii ki, öz işlərimizi göstərdik, məsləhətləri, müzakirələri dinlədik. Belə konferansların vətənimizdə olunmağı bizim üçün, gənc cərrahlar üçün, yeni başlayan cərrahlar üçün çox önəmlidir. Burada həm qardaş Türkiyə ilə, Özbəkistanla, digər ölkələrlə əməkdaşlıq kimi bir cərrahlar arasında körpü yaranır. Bu körpüdən gələcəkdə həm gənc cərrahlar, həm bizlər, digər mütəxəssislər də istifadə edə bilərlər. Həmçinin siz özünüz də şahidi oldunuz. Burada robotik bir masa təşkil olunub. O robot masasında praktik vərdişlərin də təkmilləşdirilməsi və yiyələnməsi mümkündür. Buna görə də əmək keçən hər kəsə təşəkkür edirəm. Gələcəkdə də belə konferansların daha tez-tez və daha, belə deyək, çox şaxəli olaraq keçirilməsini gözləyirəm. Ümidvaram ki, də olunacaq. Naxçıvan Sağlamlıq Mərkəzinin ümumi cərrahı Nazim İbrahimov. Bugün türk dilli ölkələrin 3-cü beynəlxalq konferansıdır. Bizim üçün çox xoş oldu. Əsas da mənim üçün, çünki Naxçıvanı mən burada təmsil edirəm. Bu konferansın əhəmiyyəti çox böyükdür, iki anlam daşıyır. Eyni zamanda türk dilli ölkələrin bir yerə yığışması, həkimlərinin, cərrahlarının və eyni zamanda da cərrahiyyə sahəsində olan yeniliklərlə biz tanış olduq. Öz təcrübələrimizi bölüşdük. Merhaba, ben Mikroport Türkiye ekibinden Clinical Specialist Behiç Danışan. Bugün Azerbaycan Bakü'de Türkçe konuşulan ülkeler kongresinde Mikroport Tumai SE sistemimizle yerimizi aldık. Buradaki hekimlerimize Tumai sistemini tanıtmaktayız. Tumai cerrahi robot sistemi 4 kollu cerrahi robot sistemidir. Özellikle üroloji, genel cerrahi, jinekoloji, toraks cerrahisinde aktif olarak kullanmaktayız. Türkiye ekibinin bir parçasıyım. Türkiye'de şu anda kurulu 7 sistemimiz var. Aktif 250 ameliyat tecrübemiz oldu. Azerbaycan'da bir merkezde kurulduk. Orada henüz 4 ameliyat yaptık. Sistemimizi Azerbaycan'da ilk Bakü şehrinde Yeni Klinika Hastanesi'ne kurduk. Doktor Eldar Ahmedov önderliğinde kurulum gerçekleştirildi. Şubat ayında gerçekleştirdik. Bugüne kadar toplam 4 ameliyat gerçekleştirildi robotik olarak. Aynı zamanda Yeni Klinika Hastanesi'nden üroloji ve jinekoloji alanlarında hekimlerin robotik eğitimleri ve sertifikasyon programları İstanbul'daki eğitim merkezimizde tamamlandı. Bundan sonraki süreçte aktif olarak jinekoloji, üroloji ve toraks cerrahisi vakaları yapmayı da arzu ediyoruz. Genel cerrahi vakalarının da Eldar Hocam kongrede de söylediği üzere bundan sonraki süreçte farklı alanlarda ameliyatlara devam edeceğiz. Kongre çok güzel geçiyor. Emeği geçenlerin ellerine sağlık. Təşkilat komitəsində mən fürsətdən istifadə edərək Türk Tibb Azərbaycan Təşkilat Komitəsinə göstərmiş olduğu dəstəyə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Tibb Universiteti rektoruna, Naxçıvan Dövlət Universiteti rektoruna, Səmərqənd Dövlət Universiteti rektoruna, Türkiyənin Sağlım Bilimləri Universiteti rektoruna Konqresin Təşkilat Komitəsi adından təşəkkürümüzü bildiririk. Bu tədbir həqiqətən bizim Türk dilli ölkələrin tibb birliyinin qurulmasına həqiqətən töhfə versin və birliyimizi möhkəmləndirsin.